Nurayna, vurğuladığınız kimi biz səhər saatlarından etibarən məhz elə Bakı Hərbi Məhkəməsində öz yerimizi almışıq. Artıq iclas məhkəmə prosesi başa çatıb və Ruben Vardanyan Azərbaycan xalqına qarşı çox saylı ağır cinayətlər törətməkdə ittiham olunan Ruben Vardanyan 20 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə prosesinə, məhkəmə iclasına yəni hakim Zeynal Ağayev sədrlik edib və tərcüməçilər də yerləşdirilib məhkəmə zalında və eyni zamanda Ruben Vardanyanın gəlişindən sonra artıq məhkəmə prosesi də başladı. Hakimlər öz yerini aldı və zərər çəkmiş şəxslər də elə burada, bu məhkəmə zalında öz yerini almışlar. Onların da yüzlərlə, minlərlə şəxsin məsələ Ruben Vardanyan barəsindəki şikayətləri, şahidlik etdiyi məqamlar yenə qeyd olunmuşdu və indiki məqamda artıq iclas başa çatdı, məhkəmə prosesi yekunlaşdı və Ruben Vardanyan da digər Azərbaycan xalqına qarşı çox saylı cinayətlər törətməkdə əli olan şəxslər kimi cəzalandırıldı və 20 il müddətinə azadlıqdan məhrum edildi. Sözü gedən şəxs 1968-ci il təvəllüdlü Ruben Vardanyan yəni qondarma rejimin dırnaqarası dövlət naziri elan edilmiş bir şəxsdir və bugün Bakıda, Bakı Hərbi Məhkəməsində məsələ Bakıda hakimlər qarşısında onun barəsində şikayətlər dinlənildi və ardınca da elə 20 il müddətinə azadlıqdan məhrum edildi və cəzasını da elə çəkəcək. Təbii ki, o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunub və həmin maddələr içərisində hakimiyyəti zorla ələ keçirmə, ölkənin sərhədlərini qanunsuz şəkildə pozma, qəsdən adam öldürmə, terrorçuluq, terrorçuluğun maliyyələşdirmə, müharibə cinayətlərində əli olmaqla bağlı maddələr burada yer alıb və xüsusilə də müharibə qayda qanunlarını pozma bu kimi maddələrlə ittiham olunub və təbii ki, onun barəsində olan şahidlərin ifadələri də alındıqdan sonra yəni haqqında artıq bugün hökm oxundu, qərar verildi, 20 il müddətinə azadlıqdan məhrum edildi. Dövlət Təhlükəsizlik Xidmətinin də onunla bağlı informasiyaları burada bir daha diqqətə çatdırıldı. Söz gedən şəxs bir müddət Rusiya vətəndaşı olub, ardınca da 2022-ci ilin sentyabrına qədər Rusiya vətəndaşı olan şəxs elə Ruben Vardanyan daha sonra 2022-ci ilin sentyabrında Azərbaycan Respublikasının sərhədlərini qanunsuz şəkildə pozaraq Qarabağ İqtisadi rayonuna gedir və burada müharibə cinayətləri törətməkdə təqsirləndirilir. Təbii ki, orada müxtəlif hərbi birləşmələrin yaradılmasında və Azərbaycana qarşı istifadə olunmasında təqsirləndirilir və bugün həmin şəxs barəsində, Ruben Vardanyan barəsində qəti qərar verildi, hökm oxundu, 20 il müddətinə azadlıqdan məhrum edildi. Biz burada məhkəmə zalında öz yerimizi almışıq və ən son informasiyalara diqqətinizə çatdırdıq. Artıq məhkəmə prosesi başa çatıb, söz gedən şəxs Ruben Vardanyan barəsində hökm oxundu və 20 il müddətinə azadlıqdan məhrum edildi. Məhkəmə zalından çatdıra biləcəyimiz informasiyalar bu qədər. Söz yenidə sizdədir. Təşəkkürlər Rəqsanə, ətraflı şəkildə məlumatı təqdim etdiyin üçün.